İki zolaqlı yolda avtomobillər olduqca sürətlə hərəkət edir. Üstəlik bu ərazidən keçən yolun hər iki tərəfi yaşayış məntəqəsidir. Buna görə də yolu keçmək istəyən piyadalar çətinlik çəkirlər. Bura Abşeron rayon Saray qəsəbəsi ərazisindən keçən Heydər Əliyev küçəsidir. Küçədə sürət həddini bildirən heç bir yol nişanı quraşdırılmayıb. Üstəlik küçə boyu piyadaların istifadə etməsi üçün keçid də yoxdur. Piyada keçici yoxdur. Uşaqları məktəbə güdülən əlindən keçirir. Maşınlar da 120, 150, 160-dan keçirir. Mümkün deyil ki, bir dəqiqə adama yol verərlər, keçib gedər. Yəni çətin olmuş sizin? Çətindir, çətin, çox çətindir. Heç olmuyor bir dənə piyada keçici qoysunlar. Pişoxod olsun burada. Keçid olsun ki, bir dənə uşaqlar bir dənə məktəbə görə yol keçə bilmirlər. Yaşlısı var, məsəl üçün. Niyə keçəmirsiniz? Maşınlar keçəndə falan sürətlə keçir, eləyir. Uşağı məktəbə aparıb gətirməyə birazdan qorxur. Maşınlar gecə həddindən artıq möhkəm sürürlər. Gecə 150 ilə. Bəzən görsən yarış gedir burada. Şaqmanlar yarışırlar, ya nə cavanlar yarışırlar burada. Heç bir nə tramplin var, nə sürət var. Peşəxod yoxdur. Burada trasda saatda 120-130 keçirlər. Hansı qəsəbə daxilində burada da olmaz o sürətlə keçmək. Uşaqlar da özümüz yəni yolu keçə bilmirik. Saatlarla uşaqlar gözlə yolun yanında ki, maşınlar qutarsın ki, axır keçə bilsinlər yolu. Saray qəsəbə bələdiyyəsindən bildirilir ki, vaxtilə bu küçədə piyadaların təhlükəsiz hərəkət etməsi üçün 9 piyada zolağı olub. Ancaq yağışlar nəticəsində piyada zolaqları silinib. Yağışların intensiv olması ilə əlaqədar bu yaz aylarındakı yağışlar intensiv oldu. Həmin ərazilərdə piyada zolaqları pozulmuş. Vətəndaşların indiki müraciətini də nəzərə alıb, yenə də biz Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisləri tərəfindən müraciət edərək, yenə də vacib olan yerlərə piyada zolaqları vururlar, işarələnir. Sakinlər də problemin ən qısa zamanda həll ediləcəyinə ümid edir.